hər gün Şaban ayında, hər gün, bax bu gündə daxil olmaq şərti ilə 100 dəfə Ya Ərhəmər Rahimin, Ya Ərhəmər Rahimin, ey mərhəmət edənlərin mərhəmətlisi. Bu duanı, bu zikri nə qədər çox desəniz, Ya Ərhəmər Rahimin, gün ərzində oturdunuz bir yerdə, əgər məşğuliyyətiniz yoxdursa, Ya Ərhəmər Rahimin, Ya Ərhəmər Rahimin, ey mərhəmətlilərin, ey mərhəmət edənlərin ən mərhəmətlisi olan Allahım. İkinci dua çox təsir qoyacaq sizin ruhunuzda, sizin ruhunuza çox böyük önəm verəcək və siz ruhən də, cismən də sanki bir huzurun içində olacaqsınız. Ya Gafur, Ya Gafurəz-Zunub, Ya Gaffarəz-Zunub, Ya Gafurəz-Zunub, Ya Gaffarəz-Zunub. Amma Ya Gaffarəz-Zunub deyin. Ya Gaffarəz-Zunub, ey günahları çox bağışlayan Allah. Ya Gaffarəz-Zunub. Qəlbiniz o zaman rahat olacaq. Ey günahları bağışlayan Allah. Bütün günahları bağışlayan Allah Teala'dır.